Salam əzizləyicilər, hər birinizi xoş gördük. Bu günləri 5-ci sinifin 3-cü bölməsi, ana təbiət bölməsində 1-ci fəslinə aid olan yazın oğlan çağında mətnin üstündə işlərimiz olacaq və vaxt itirmədən davam edir. Bu arada bizi izləyirsinizsə, abunə olmağı yaddan çıxarmayın. Aha, deməli, mətni yəqin ki oxumusunuz, mətnlə bağlı çalışmaları gəlin birlikdə eləyək, görə birinci çalışmamız nədir? Ümumiyyətlə, yeni kitabda birinci çalışmalarımız hamısı söz ehtiyatı ilə başlayır. Burada belə bir şey var idi. Yuxarıda birinci çalışma, daha doğrusu A variantı var idi. Qışın oğlan çağı dedikdə nə təsəvvür edirsiniz? İndi yazın oğlan çağını oxuyaq, onun haqqında növbəti çalışmada izah verəcəm. Qışın oğlan çağı nədir və yazın oğlan çağı nədir? Sizcə ən gözəl vaxt haqqında yazın oğlan çağı ifadəsini işlətmək olarmı? Fikrinizi əsaslandırın. Eynilə bu ən gözəl vaxt həm qışa aiddir, qışa, həm də yaza. Hətta biz digər fəsillərə deyə bilirik, amma daha çox yaz və qış fəsli üçün deyilib. Çağ vaxt deməkdir. Boş, bekar bilir, həvəslə. Bəhsə girmək o bir-biri ilə yarışırmış kimi, nəfəs dərmək, fasilə etmək deməkdir. İfadələr, gəlin bunların mənasına baxaq. Yayın cırhacır vaxtı, yayın isti vaxtında cırcıramaların səsi ətrafa yayılır. Tut ucundan çıx göyə, bu yağışa aiddir. Yağışın bərk yağış yağan vaxtda, bərk yağışın yağan vaxtında evdən qırağa çıxmaq olmur. Kənara yazaq. Kənara çıxmaq olmur. Qızıl payız yarpaqların tökülən vaxtıdır. Yəni yarpaqlar xəzəl kimi ağacın altına tökülür və bu da qızıl rənginə bənzər rəng gətirir. Buna da qızıl payız deyirlər. Payızda yarpaqların görüntüsü yaratdığı xəzəl gözəl görsənir. Şaxta qılınc kimi kəsir, bu qışın oğlan çağı deyirlər buna, həm də ən soyuq vaxtı kimi ola bilər. Qışın şaxtasına dözmək olmur. Bu misalları mən yazıram. Buna bənzər misalları sizin yazmağınız daha məsləhətdir. Deyir, sizcə arını qaranqulu hesab etmək düzgündürmü? Bəs bülbüllər haqqında boş bikar, səfeh demək doğrudurmu? Ümumiyyətlə bu sözləri biz insanlara daha çox deyirik. Yəni çox yeyən insana qaranqulu, boş bekar, vaxtını boş işlərə sərf edənlərə səfeh və boş bikar deyə bilərik. İnsanlara yəni aid edə bilir, bəzən söz gəlişi demək olar, amma arıların funksiyası gülləri gəzmək və onlardan şirə toplamaqdır. Bülbüllərin də funksiyası oxumaqdırsa, bu onların peşəsidirsə, biz onlara nə səfeh, nə qarınqulu, nə də boş bikar deyə bilərik. Araşdırma canlıların faydaları haqqında araşdırma aparın. Gəlin belə deyək, bu tapşırığı mən siz üçün burada eləməyəcəm. Bu araşdırmanı siz aparmalısınız və müəllimin verdiyi qruplara görə sizə düşən mövzunu araşdıracaq və onun üçün təqdimat hazırlayacaqsınız. Hansı cümlədə mətnin ideyasını ifadə edir? Fikrinizi əsaslandırın. Musiqi nəğmə dinləmək rahatlıq gətirir. Məqsədə çatmaq üçün xeyli zəhmət çəkmək lazımdır. Faydalı olub başqasını sevindirmək xoşbəxtlikdir. Gəlin belə deyək. Məncə C variantı, çünki burada əsas faydalı olan qızıl gül idi. Qızıl gülün iyi, xoş ətri bülbülü cəlb eləyirdi. Qızıl gülün şirəsi, onun şirəsi isə arıları cəlb eləyirdi. Burada qızıl gül faydalı idi və xoşbəxt idi. Arı da faydalı idi, xoşbəxt idi. Bülbül də özü nəğmə oxuyurdu. İnsanlar onu dinləyir deyə də o da xoşbəxt idi. Belə deyə də hərə öz işində ayrıca bir xoşbəxt idi. Keçirik növbəti mətnə. Növbəti mətndə bizim dinləmə mətnimiz var. Dinləmə mətnimiz payızda mətnidir. Payızda mətnin hal-hazırda mən buradan qoyuram, siz dinləyirsiniz. Görək burada nədən bəhs olunacaq.
Payızda. Yağışlı payız günüydü. Meşədə həzin bir ab-hava hökm sürürdü. Külək əsdikcə ağacların saralıb solmuş yarpaqları yerə tökülürdü. Ətrafda heç bir canlı gözə dəymirdi. Quşların səsi də kəsilmişdi. Bircə ağacların budaqlarını yuyan yağışın səsi eşidilirdi. Ağaclardan biri öz-özünə düşünürdü. Mənim kimi köhnə ağaca heç kim fikir verməz. Artıq heç kimə faydam yoxdur. Bu sualları bu mətndə cavablandıracağıq. Budaqlarım isə bükülmüş vəziyyətdədir. Bütün vücudum ağrıyır. Ağac ah çəkdi. Gövdəsinin iki böyük budağının birləşdiyi yerdə yağış suyu yığılmışdı. Qabığına su hopduğu üçün gövdəsi yumşaq və nəmdi. Meşədə bəzi canlılar, eləcə də göbələklər köhnə nəm ağacları xoşlayır. Odur ki, ağacın iki budağının birləşdiyi çökək yerində göbələklər böyüməyə başladı. Kökləri ilə ağacın daxilinə gedən göbələklər onun şirəsi ilə qidalanırdı. Bu isə ağacın çürüyüb zəifləməsinə səbəb olurdu. Ağac artıq ağır budaqlarını saxlamaqda çətinlik çəkirdi. Qaranlıq və yağışlı bir gecə idi. Çürümüş ağac çat verdi və budaqlarından biri qopdu. Ağac ağlamağa başladı. Bundan sonra mənim kimi çürümüş köhnə bir ağac heç kimə gərək olmaz. Birazdan özündə yüngüllük hiss edib düşündü. Eybi yox, heç olmasa ağır budağı saxlamağın əziyyətindən qurtardım. Cücülər isə sevinirdilər. Çünki çürümüş, yumuşaq ağacın çatları onların yumurta qoyması üçün əlverişli yerdi. Odur ki, cücülər ağacın ölü, nəmli gövdəsini yeyib böyüməyə başladılar. Belə ağaclarda cücülərin yuva saldığını bilən quşlar ağacdakı çuxura girdilər. Cücüləri yemək üçün ağacın gövdəsini dimdiklədilər. Beləcə çuxur getdikcə böyüdü. Ana quş boş çuxurun içərisini yoxladı. Bura yuva üçün uyğundur, deyə düşündü. O, yuvanı mamır, qoyun yunu və heyvan tükləri ilə örtdü. Sonra 7 yumurta qoydu. Ağac həyəcanla yumurtadan balaların çıxmasını gözlədi. Bir müddət keçdi. Nəhayət, ağac sevinirdi. Çünki onun gövdəsinin çuxurunda 7 cibirləşən cücə vardı. Ağac çuxurda çırpınan canlıların hərarətini hiss etdikcə fərəhlənirdi. Mən o qədər də yararsız deyiləm. Mənə ehtiyacı olan canlılar da var. Mətnin sonuna gəldik. Biz mətni oxuduqca, dinlədikcə mən burada sualları cavablandırdım. Deməli, ağacın gövdəsindən hansı canlılar faydalandı? Göbələklər həmin çürümüş nəm ağacın dibində boy atmaya başladılar. Ağac budağının sınmasına səbəb olan nə idi? Artıq göbələklər orada çıxdıqca ağac çürüyür və çürümüş budaq da sınırdı. Səbəb o oldu. Quşlar ağacları nə üçün dimdikləyirdi? Çünki orada cücülər çürümüş ağacda yerləşmişlər və yumurta qoyurdular. Quşlar bunu bilirdilər və ağacı dimdikləyirdilər ki, cücüləri yesinlər. Gəlin C variantının sualına keçək. Yazın oğlan çağında və payızda mətnləri mövzu, məzmun və ideyasına görə müqayisə edin. Deməli, yazın oğlan çağında da Qızılgül sevinirdi ki, bundan xoşbəxt idi ki, arı və bülbül bundan faydalanır. Eynilə burada da ağac fərəhlənirdi ki, bundan həm cücülər faydalanır, həm də yumurtalardan balalar çıxır və onun hala çürümüş forması belə kiminsə işinə yarayırdı. Buna da ağac sevinirdi. İkisinin də mövzusu təbiət mövzusundadır. Hətta ağacın və ya qızılgülün, təbiətdə olan canlıların faydası mövzusundadır. İdeyasına görə hər kəs öz gördüyü işdən və zövq almalıdır və kiməsə yaxşılıq edirsə,
çalışıb onu çoxaltmalıdır və bu yaxşılıq çoxaldıqca daha çox həyata bağlanır və daha çox zövq alır. Ç variantına keçirik. Ç variantında canlıların faydaları mövzusunda araşdırmalarınızı əsasən təqdimat edin. Bu təqdimatı siz hazırlamalısınız. Hal-hazırda bildiyiniz kimi hər birinizin Google hesabı var. Google'a girə bilirsiniz və ya ChatGPT-dən istifadə edə bilərsiniz. Canlıların faydaları mövzusunda təqdimatı hazırlayıb müəllimimizə təqdim edərsiniz. Yazın oğlan çağında mətndə müəllif peyzajın köməyi ilə obrazların xarakter və əhval-ruhiyyəsini necə əks etdirir? Peyzaj təbiət təsviri deməkdir. Peyzaj çox zaman qəhrəmanın əhval-ruhiyyəsi, xarakteri ilə əlaqələndirilir. Yəni belə deyək, xarakter burada ağac mətnində dinləyəndə görürük ki, payız vaxtıdır, hava çox da yaxşı deyil. Əslində ağacın vəziyyəti də yaxşı deyil, ağacın halı da pisdir. Amma yazın oğlan çağında isə hava da qəşəngdir, qızıl gülün də əhval-ruhiyyəsi çox yaxşıdır. Buna görə də bu xarakterləri yazıcı peyzajla əlaqələndirir. Belə deyək, orada pis hadisə baş verəcək, hər hansı xoşa gəlməz hadisə baş verəcəksə, onu qış və ya payız fəslinə salırlar. Daha müsbət hadisələr baş verəcəksə, onu yaz və yay fəslinə salırlar, ondan əlaqələndirirlər. Hansı cümlələrdə şəxsləndirmə var? Gəlin şəxsləndirmə görək nə deməkdir? Şəxsləndirmə insana xas xüsusiyyətin cansız varlıqlara və ya heyvanlara aid edilməsidir. Ağac öz-özünə düşünürdü. Artıq heç kimə faydam yoxdur. Bəli, burada şəxsləndirmədir. Çünki ağac danışır, ağacı insan yerinə qoyur, yəni insan xüsusiyyətlərini ağacın üzərinə köçürür. Ağacın iki budağının birləşdiyi çökək yerində göbələklər böyüməyə başladı. Burada şəxsləndirmə yoxdur. Günəş üfüqdən boylanır. Bəli, bu günəşin boylanması, buna ədəbiyyatda hətta metafor deyirlər. Günəş boylana bilməz, məcazi mənadadır. Azərbaycan dilində isə bunu şəxsləndirmə ilə əlaqələndirə bilərik. Deməli 1 və 3-ü biz doğru cavab kimi işarələyə bilərik. Təmsili oxuyun. Təmsildə əks olunan şəxsləndirmə ilə yazın oğlan çağında və payızda mətnlərindəki şəxsləndirməni müqayisə edin. Gəlin baxaq burada nə baş verir. Qarışqa və cırcırama. Qarışqa yay boyunca çalışır, zəhmət çəkir, qış üçün azuqə toplayır. Cırcırama isə güllərin, çiçəklərin arasında çalıb oxuyur. Yay qurtarır, soyuqlar düşür. Güllər, çiçəklər solur. Cırcırama yeməyi heç nə tapmır. Qarışqanın yanına gəlib çəkinə-çəkinə deyir: "Əziz dost, mənə kömək et. Biraz yem ver ki, yaza sağ çıxa bilim." Qarışqa cavab verir: "Mən yay boyu işləyib yem toplayırdım. Bəs sən nə iş görürdün? Bilmirdin ki, işləməyən dişləməz." Aha, burada bu mətnlərdəki şəxsləndirmə nədir? Birinci mətndə yazın oğlan çağında mətnində Qızılgül öz peşəsi ilə məşğul idi. Bülbül öz peşəsi ilə, arı öz peşəsi ilə. Payızda mətnində göbələk öz peşəsi ilə, cücülər, quşlar və orada yumurta qoyan quş var idi. O da öz peşəsi ilə məşğul idi. Amma burada əksinə belə deyək də, tənbəl və işgüzar, tənbəl bunu yazaq. İşgüzar da bunu yazaq. İşgüzar obrazlar qarşılaşdırılıb və burada qarışqa xarakterinə daha çox üstünlük verib ki, yəni biz mütləq necədir, qarışqanın timsalında göstərir ki, insan daha tənbəl olmamalıdır, özü üçün azuqə toplamalıdır, boş-boş gəzməkdən hər hansı bir iş çıxmaz. Növbəti yazı. Yazını da bu tapşırığı mən yazmıram burada. Bu tapşırıq sizin öz təxəyyül gücünüzə əsaslanır. Qarlı şaxtalı qış günü. Bu mətni siz yazın. Yazanınız varsa yorumlarda yazarsınız, mən onu oxuyub qiymətləndirərəm. Keçirik bu bölmənin dil qaydaları hissəsinə. Kök və şəkilçi, leksik və qrammatik şəkilçilər. Əvvəlki bilgilərinizdən istifadə edərək cümlədə fərqləndirilmiş sözləri kök və şəkilçiyə ayırın. Hansı sözlər sözdə iki şəkilçi işlənib? Gəlin bunu mən sizə ayıram. Bağ sözün köküdür. Bağça yeni məna yarandı. Bağçada mənası dəyişmədi. Ətir sözün köküdür. Ətirli. Ətir isimdir, ətirli sifətdir. Gül sözün köküdür. Güllər qrammatik şəkilçidir, çünki mənasını dəyişmədi. Gəlin, siz buna daha çox ibtidai siniflərdə keçmisiniz. İndi biz bunu daha da möhkəmləndirəcəyik. Kök sözün ayrıqda işlənə bilən, yəni biz bağı ayrıqda işlədə bilərik. Leksik mənası olan hissəsidir. Bağ, iki cür bağ var, bu anonim sözdür. Bir gül çiçəklə olan bağ, bir də ayaqqabının biz ip deyirik, amma əslində onun adı ayaqqabı bağıdır.
Şəkilçi isə sözün ayrılıqda işlənə bilməyən, leksik mənası olmayan hissəsidir. Ç və lar. Bunları biz ayrılıqda söz kimi işlədib cümlədə işlədə bilmərik. İkisi birləşəndə bir məna ifadə edə bilər. Bəzən də məna ifadə etmir, formasını dəyişir. Leksik, qrammatiki növbəti qaydada göstərəcəm sizə. Aşağıdakı sözlərə şəkilçilər artıraraq cümlələrdə işlədin. Şəhərli dostum gəlib yaza bilərik. Dənizlər çox faydalıdır yaza bilərik. Mən qısa cümlələri yazıram, davamını siz yazarsınız. Rəssamlıq yaxşı peşədir. Yaxşılıq unudulmur. Güllər solmuşdu. Deyə bilərik. Bir neçə cümlələrində özüdən əlavə və yaxud bu cümlələri dəyişib siz də yaza bilərsiniz. Cümlələrdəki fərqləndirilmiş sözlərdə dan şəkilçisinə diqqət edin. Hansı sözdə dan şəkilçisi yeni söz yaradıb? Baxın, bu çaydan su ilə doludur. Çaydan dediyimiz, bəzilərinin qəhvədan deyəni var. Buna çaydan dediyimiz yeni söz yaradıb. Çay sözün kökü dan leksikdir. Yəni suyu qaynamağa qoyduğumuz bir vasitədir. Amma ata çaydan bir qurtum içib sözə başladı. Bu nədir? Çay sözün kökü dan. Nədən? Çaydan burada nə suala cavab verir? Birbaşa bir sual. Amma nədən? Nəyə cavab verən çay sözünün köküdür. Nədən? Bunu da isimdə kitləcəksiniz ki, çıxışlı qal şəkilçisini qəbul edib. Yəni sözün mənasını dəyişməyib. Keçirik leksik şəkilçilərə. Yuxarıda dediyim kimi, sözə qoşularaq yeni məna gətirirsə, necə ki bu çaydan, bu leksikdir. Leksik. Bu çaydansa qrammatikdir. Qısa yazıram. Qrammatik şəkilçilərsə sözə qoşulur, amma mənasını dəyişmir, sadəcə formasını dəyişir. O cümlələr arasında əlaqə yaradır, sözlər arasında əlaqə yaradır. Bunu müxtəlif çalışmalarla da bizə göstərəcəklər. Aşağıdakı sözlərə leksik və qrammatik şəkilçiləri fərqləndirin. Müəllimlik. Baxın, müəllim kimdir? Müəllimlik artıq peşədir. Nə? Oxumaq sözün köküdür. Oxucu kimdir? Amma kimdən? Oxucudan. Kimdən aldım? Yəni oxucudan kitab aldım. Oxucu sözün kökü olaraq qalır, bir məna ifadə eləyir. Yəni şəkilçi həm məna ifadə eləməyə bilmək istədir. Qrammatik isə qoşulandan sonra yeni söz yaratmır. Baxın, hazır necə? Hazırlamaq. Hazırlamaq ayrı-ayrı sözlərdir. Hazırladı. Hər hansı bir məna dəyişikliyi olmadı. Təhlükə, bir şeydə yəni təhlükə var deyirlər. Bir də var ki, təhlükəli iş. Hansı iş təhlükəli? Tamamilə mənası dəyişir. Maraq sözün köküdür. Maraqlı. Maraq, mənim bu işə marağım var və yaxud maraqlı bir kitab oxudum. Artıq necə bir kitab mənası dəyişir. Maraqlıdırsa bu leksikdir. Bu leksikdir. Maraqlıdırsa qrammatik şəkilçidir. Tərkibindəki leksik şəkilçilərin sayına görə sözlərin ardıcıllığını müəyyən edin. Baxaq. Yol, yoldaş, yoldaşlıq, yazı, yazıcı, yazıçılıq, gözəl, gözəllik. Deməli sıra nə olacaq? Gözəllik, sonra yoldaşlıq, sonra olacaq yazıçılıq. Aha, keçirik növbəti. Verilmiş sözlərə qrammatik şəkilçilər artırmaqla söz birləşmələri yaradın. Baxın, məktəb həyətini eləyərik, məktəbin həyəti. Futbol azarkeşi. Futbol qalır azarkeşi və yaxud futbolun azarkeşi deyə bilərik. Həkim müayinəsi. Avtomobilin sürəti. Bayram təbriki. Söz birləşməsi yarandı. Yarışa hazırlıq. Bunlar söz birləşməsi yaradır və buradan söz birləşməsi yaradanda vergülləri götürəcəyik. Çünki onlar arasında müəyyən bir əlaqə yaranmalıdır. Şəkilçiləri artırmaqla cümlələri tamamlayın. Əlavə etdiyiniz şəkilçilərin növünü müəyyən edin. Tərkibində leksik şəkilçilər olan sözləri seçin. Dələ yırtıcılar dəstəsinə aid heyvandır.
O tülküyə bənzəyir. Onun kimi uzun sifəti, uzun və qalın quyruğu var. Çox məharətli ovçudur. Quşlar, həşəratlar müxtəlif meyvələrlə qidalanır. Dələnin bəzi növləri Azərbaycan Respublikasının Qırmızı kitabına daxildir. Şəkilçi deyirsə daxildir. Leksik şəkilçilər, baxın, yırtmaq sözün köküdür. Yırtıcılar, leksik şəkilçi. Tülküyə bənzəmək yoxdur. Onun kimi uzun sifət, uzun və quyruq, çox məharətli, leksik şəkilçi. Ovçu, leksik şəkilçi, yeni söz yaranır. Müxtəlif meyvələrə qida sözün köküdür. Qidalanmaq, leksik şəkilçi. Bəzi Azərbaycan Respublikası Qırmızı kitabına daxildir. Mən burada bunları siz üçün qeyd elədim. Siz də köçürməməniz məsləhətdir. Sual vermək istərsiniz, yorumda sual verə bilərsiniz və mən də bacardıqca daha çox başa salaram. Bununla da bu bölmənin birinci mətni bitdi. İkinci mətndə görüşərik.